İzmir Böyükşəhər Bələdiyyəsində kollektiv əmək müqaviləsi danışıqlarının nəticəsiz qalması səbəbilə başlanan tətil şəhərdə xidmətlərin iflic olmasına səbəb olub. Gündəm xəbər TQRT-yə istinadən xəbər verir ki, bələdiyyəyə bağlı olan İzelman İzenerji və Ege şəhər şirkətlərində işləyən 23 min işçi bir neçə gündürkü tətil elan edib. Etiraz aksiyaları nəticəsində şəhərin mərkəzi küçələri, xüsusilə Alsancaq, Kıbrıs şəhidləri və Kordon bölgəsinə yığılan zibil ətraf mühit və ictimai sağlamlıq baxımından ciddi narahatlıq yaradıb. İzmir Böyükşəhər Bələdiyyə başçısı Cəmil Tuğay iyunun 1-i axşam saatlarında etiraz aksiyasına qoşulmayan işçilərlə birlikdə Kordon bölgəsindəki zibilləri toplamaqda şəxsən özü iştirak edib. Bələdiyyə sədri etiraz aksiyalarının daha da uzanmaması üçün işçiləri kompromisə getməyə dəvət edib. Zibil toplama zamanı bəzi işçilərlə qarşı durması yaranan bələdiyyə sədri bələdiyyəni batıra bilməyəcəksiniz, bu işləri görəcək adamları tapacağım deyə etirazçılara fikirlərini bu şəkildə kəskin ifadə eləyib. Sözü gedən hadisələr mobil telefonlar vasitəsilə anban qeydə alınıb.